1987-ci ildə Qorbaçov islahatlar keçirdi ki, SSR-nin süqutunun qarşısını alsın. Amma süqutun qarşısını ala bilmişdi Qorbaçov. Xeyr, ala bilməmişdi. Hətta SSR süquta doğru addım-addım gedirdi. Elə buna görə də rəhbərlik xalqın başını əsas problemdən qatmaq üçün hansı siyasət həyata keçirirdi? Ermənistanı türklərdən təmizləmək, dənizdən dənizə böyük Ermənistan yaratmaq şüarı irəli sürmüşdülər. Bu zaman hətta Qazax və Moskva rayonlarında da 1000 hektarlarla torpaqlar Ermənistana verilməsi razılıq verilmişdi. Qazax və Gədəbəy idi o. Razılıq verilsə də xalq imkan vermişdi ki, torpaqlar verilsin. Xeyr, xalqın səyi nəticəsində bu plan həyata keçməmişdi. Əla. Deməli, parçalı hökmranlığı siyasəti yürüdürdü. Bunun da içərisində 2 addım vardı. 1. Ermənistandan Azərbaycanlıların yeni deportasiyasına rəvac vermək lazım idi. Bir də Dağlıq Qarabağın milli münaqişə alovlandırırdı. Dağlıq Qarabağdakı münaqişə yenidən alovlandırılmışdı. Hətta deyir ki, neçənci ildən Ermənistanda yaşayan Azərbaycanlılara qarşı mənəvi təzyiqlər var idi. 87-ci ildən artıq var idi. 88-ci ildə isə deportasiya başladı. Bəs birinci böyük deportasiya neçənci ildədir? Birinci böyük deportasiya 48-53-cü illər. Kimin dövrünə düşür? Mirzəfər Bağırovun dövrünə. Ocaq kitabında kim deyirdi ki, Ermənistandan türklər təmizləmək lazımdır? Zori Balayan. Zori Balayan. 88-ci ilin hansı ayında başladı deportasiya? Yanvarından başladı. Yanvarından başlayıb deportasiya. İlk öncə hardan gətirmişdilər qaçqınları? Daxman və Mehri rayonlarından gətirmişlər, Bakı və Sumqayıtda yerləşdirmişdilər. Bağdagün müəllimə, deportasiya haqq qazandırmaq üçün bir ssenari yazmışlar. Hansı ssenari idi? Deməli, İrəvanda və Xankəndidə erməni millətçiləri əvvəlcə öz soydaşlarına qan tökmək və bunu da Azərbaycanın üstünə atmaq istəyirlər. Yəni, Azərbaycanlıları günahlandırmağa çalışır. Güya Azərbaycanlar bu hərəkət edibdi. Belə bir senari də eyni zamanda Sumqayıtda oldu. 1988-in fevral 28-29-unda Paşa ləqəbli, deməli, Edvard Qırqaryan belə bir 32 nəfər ermənini ermənisi öldürür. Adını da qoyur ki, bu Azərbaycan və Azərbaycanlılar belə deyək də bu şeyi törədibdi. Məqsəd nə idi bu Sumqayıt fitnəkarlığını törətmədə? İki əsas məqsədləri var idi. Sadəcə məqsəd o idi ki, münaqişəni daha da qızışdırsınlar. Bir rahat şəkildə Azərbaycanı qovsundan çıxartsınlar, bir də Azərbaycana qarşı dünyada ictimai mənfi rəy yaratmaq istəyirdilər. Mənfi rəy, bəli. Güya ki, biz erməniləri öldürürük. Bundan sonra Moskva deyir ki, günah rəhbərlərdədir. Ona görə rəhbərləri dəyişmək lazımdır. Kamran Bağırovu göndərib yerinə kimi gətirirdilər? Deməli, Kamran Bağırovu göndərir 1988-də. Onun yerinə deməli gəlir Əbdurrəhman Vəzirov. O da 88-dən 90-a qədər olur. Amma əslində qalanda Əbdurrəhman Vəzirov ümumiyyətlə nə dili də bilmirdi, normal. Heç Azərbaycanda da olmamışdı. Çünki SSR-in həm Nepalda, həm səhvimiz Pakistanda səfir olmuşdu. Hər şeydə ümumiyyətlə belə deyək də, heç nədən ümumiyyətlə anlayışı yox idi. Qət belə bir insanı da bura qoymağı lap da belə deyək də ermənilər biraz da həvəsləndirmişdi. 88-ci ildə başlayan ikinci böyük deportasiya neçənci ildə başa çatdı? Deməli, 88-91-dir. 91-ci ildə sonuncu Azərbaycanlılar Mehrinin Nüvədi kəndindən belə deyək də çıxarılır. Zorla, məcburən. Məcburən. Neçə min insanı köçürmüşlər Azərbaycana? Deməli, 88-91-ci il ərzində 230 min Azərbaycanlı köçürülür. Onların içərisində eyni zamanda deməli 15 min Kürd və belə deyək də, səhv bilməmsə, bir neçə min də Rus var idi. Hansı ki, onlar Ermənistandan da onlar köçürülür. Və olur Ermənistan monoetnik bir dövlət. Yəni tək Azərbaycanlıları yox, həm Kürdləri, həm də Rusları şəhərdən çıxartmışlar. Səbahat müəllimə, 88-ci ilin hansı aylarında həm Ermənistanda, həm də Xankəndində ermənilər mitinqlərə başlamışlar? 88-ci ilin fevral ayında başlayır. Elə ona uyğun olaraq Azərbaycanda da 88-ci ilin fevral ayında mitinglər başlayırdı. Deməli, 88-ci yanvar ayında Ermənistanda, fevral ayında Xankəndində başlayır. Bunlar başlayan kimi biz də başlayırıq. Ermənilər Xankəndə niyə miting eləmişlər? Nə istəyirdi ermənilər? Qarabağın Ermənistana birləşdirməsini istəyirdilər. Ona orada mübarizə aparırdılar. Elə buna görə bizdə xalq çıxışları başladı. Bəs bizimkilər nə istəyirdilər? Niyə baş verdi bizdə xalq çıxışları, xalq hərəkatları?
Bizdə də xalq hərəkatının səbəbləri elə bax bu Qarabağda ermənilərin separat fəaliyyətlərinin genişlənməsi idi. Ondan sonra Sovet rəhbərliyinin o ermənilərin fəaliyyətinə göz yummaları idi. Öz rəhbərliyimizin onun öhdəsindən gəlməməyi idi. Azərbaycanlıların Ermənistan ərazisindən, Qarabağ ərazisindən köçürülməsi. Bax bunlara görə narazılıqlarını bildirirlər. İlk öncə kör təbii olsa da, nə zaman, hansı hadisədən sonra artıq meydan hərəkatı başladı? Meydan hərəkatının başlanması demək 88-ci il 17 noyabr Dirçəliş günü kimi qeyd edirik də. Onun da başlanma səbəbi Şuşada Topxana meşəsini qırmağa başladı ermənilər. Ona görə başlayır. Hətta o vaxt bir şüar var idi. Topxanada iş gedir, Bakıda nümayiş gedir. Nə bilim bu Qarbaçova zadadı nəsə sözlər qoşmuşdular. O hərəkatın öndərlərindən birilərdi elə mənim bacım, qardaşım da o vaxtda institut oxuyublar. Onlar da o mitinglərdə yüksək fəallıqla iştirak ediblər. Ay maşallah. Səbah müəllim, sizdə genindən tarix gəlir ancaq. Maşallah olsun. 88-ci il noyabrın 17-sində meydan hərəkatı başladı. Harda başlamışdı meydan hərəkatı? Hansı meydanda? Meydan hərəkatı Azadlıq meydanında başlamışdı. Orada da biz əlbəttə ki, azadlıq, suverenlik ideyalarına ilk olaraq çıxış elədi. Sonra elə meydana Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı çıxardıldı. Bu da elə ki, əhali biraz da demək ruhlanırdı. Daha da artırdı. Elə ki, milli həmrəyliyimizi nümayiş elətdirdik o dövrdə. Eyni zamanda kimin istifasını tələb edirdilər? Əlbəttə ki, demək Vəzirovun istifasını tələb edirdilər. Çünki Vəzirovun Azərbaycana heç bir xeyri olmayıbdı da. O zaman bizə Günel Məmməd deyəcək. Günel Məmməd, meydan hərəkatı gördülər ki, müddətsizdir. 1,5 milyon insan şəhərə axışıb. Qorxur və hansı qərarı qəbul edir? Hərəkatı yatırırlar və komendant saatı elan edirlər müəllimə. Bəli, həm Bakıda, həm də bir çox rayonlarda, həm də digər bölgələrdə. Bəli, komendant saat tətbiq olunmuşdu. Daha sonra meydan hərəkatını idarə etmək üçün hansı partiyanı yaratmışlar? 1989-cu ildə AXC yarandı, Azərbaycan Xalq Cəbhəsi təşkil olundu. Rəhbəri Əbülfəz Elçibəy idi. Əbülfəz Elçibəy idi. Deməli, neçənci ildə başladı Azərbaycanlıların ikinci böyük deportasiyası? Azərbaycanlıların ikinci deportasiyası 1988-1991-ci illərdə. 88-ci ildə ilk qaçqınlar hardan gətirilmişdi? İlk qaçqınlar Mehri rayonuna, bir də ki, digər rayonlardan. Qafan və Mehri rayonlarından köçürüldü. İlk köçürülənlər Bakı-Sumqayıt ərazisində məskunlaşdırıldılar. Bəs 91-ci ildə gələnlər hardan gəlmişdi? 91-ci ildə gələnlər də Mehri rayonunun Nüvədi kəndindən son kəndi idi, hansı ki, Azərbaycanlılar qalmışdı orada. Onlar köçürüldülər. Köçürülmələr zamanı 230 min deməli Azərbaycanlı həlak oldu. Yox, zorla 230 mini köçürmüşdülər. Həlak olanlar var idi, amma 230 mini zorla köçürmüşdülər. Günel Məmməd, DQMV nə zaman yaranmışdı DQMV? Dağlıq Qarabağ Muxtar Vilayəti yaranmışdı 1923-cü ildə. 23-cü il 7 iyulunda yaranmışdı. Nə zaman Azərbaycanın DQMV ilə bütün iqtisadi, siyasi, mədəni əlaqələri tamamilə kəsildi? Deməli, Xüsusi İdarə Komitəsi yaradıldı 1989-cu ildə. Güya ki, Volonskin başçılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət gərginləşmişdi. Güya vəziyyəti nizama salmaq üçün, qaydaya salmaq üçün Xüsusi İdarə Komitəsi yaradıldı 89-cu ildə. Həmin idarə 10 ay fəaliyyət göstərdi. Yanvar ayından sentyabr ayına qədər fəaliyyət göstərdi. Həmin dövrdən, həmin müddətdən də ermənilər deməli səmərəli deyək istifadə elədilər. Deməli Azərbaycanla əlaqələri kəsildi Dağlıq Qarabağın. Bir də ondan sonra Azərbaycanlılar köçürülməyə başlandılar. Xankəndindən Azərbaycanlılar demək olar hamısı köçürüldü. Xankəndə yaşayan bütün Azərbaycanlılar demək olar ki, tamamilə çıxarmışam. Elə buna görə, elə Xankəndə Azərbaycandan çıxarılandan sonra Azərbaycan rəhbərliyi hansı qərarı qəbul elədi?
Azərbaycanın suverenliyi, Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya aktı qəbul elədilər. Qanunu. Bununla da 1989-cu ilin sentyabrında bu akt qəbul olundu. Artıq noyabr ayında da deməli həmin o xüsusi idarə komitəsi ləğv olundu və bu konstitusiya aktına görə də Azərbaycan SSR-nin sərhədləri onun icazəsi olmadan dəyişilə bilməzdi. Əla. Konstitusiya qanunu idi. Qanunla Azərbaycan SSR-nin qanunla ali təmin olunurdu. Yəni ki, bizim icazəmiz olmadan sərhədlər dəyişə bilməz. Elə ona görə məcbur qaldılar. Nə zaman DQMV-dəki xüquqi ləğv elədilər? Xüsusi İdarə Komitəsi, yəni. Xüsusi İdarə Komitəsi 1989-cu noyabr ayında. Bəli. O zaman bizə Həmdə müəllimə deyəcək. Həmdə müəllimə, Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanunu. Həmdə müəllimə çıxıb. Yox, mən buradayam. 89-cu sentyabr ayının 23-də. Nə deyildi bu qanunda? Qanunda deyilirdi ki, yəni Respublika əraziliyini, yəni Azərbaycan SSR qanununun aktı verilməlidir də, fərman verilməlidir, təmin edilməsi. Qanunun aliliyi təmin olunurdu. Deyildi ki, Azərbaycanın icazəsi olmadan sərhədlərimiz dəyişə bilməz. Dəyişə bilməzdi. Əla. Elə ona görə neçənci ildə DQMV xüquqi ləğv elədilər? 89-cu noyabrında. Elə bundan sonra əsəbləşən ermənilər 89-cu dekabr ayında hansı qanunu qəbul edilər? Nə qərar verdilər? Dağlıq Qarabağ Ermənistanın birləşdirilməsi qərarını qəbul edirlər. Elə bununla da ərazi bütövlüyünün ideyasını rəsmi olaraq elan edir. İddianı rəsmi elan eləmişlər. Neçənci ildə meydan hərəkatı başladı? 88-də. Hansı ayında? Yanvar ayında. Yox. Meydan hərəkatı. Yanvar ayında Ermənistanın Yox, mən xalq hərəkatından qarışdırdım anlamı. Meydan hərəkatı 89-dadır deyəsən müəllim. 88-ci noyabr ayının 17-sində. Siz dediyiniz Çəliş günü. Bəli, milli çəliş günümüzdür. Azərbaycanda xalq hərəkatı nə zaman başlamışdı? İlk öncə Körtəbi idi amma. 88-də başlamışdı yanvarında. Sonradan fevralında Xankəndində. O ermənilərdə başlayandı. 19-da deyəsən Bakıda idi deyəsən. Bəli, demək yanvar ayında Ermənistanda, fevral ayında Xankəndidə, fevral 19-da isə Azərbaycanda başlamışdı. Bizdə baş verən xalq hərəkatlarını yatırmaq üçün hansı partiya, hansı təşkilat yaradılmışdı? Dağlıq Qarabağ, DDK yox. Azərbaycan Xalq Komissarlıq Soveti. Komissarlıq Soveti. Xalq Cəbhəsi. Yox, Xalq Cəbhəsi. Azərbaycan Xalq Cəbhəsi. AXC rəhbəri kim idi? Əbülfəz Elçibəy idi. Elçibəy. Neçənci ildə yaranmışdı? 89-un yay ayında. 89-cu yay ayında. Gəncənin tarixi adı nə zaman bərpa edildi? 89-un dekabrın 30-unda. 30-unda. Sevda müəllimə dedi ki, həm Ermənistanda, həm də Xankəndə nə zaman mitinqlər başladı? 1988-ci ilin yanvarında Ermənistanda, fevralında isə Xankəndində başlamış. Nə tələb edirdi Xankəndəki mitinqdə ermənilər? Azadlıq istəyirdilər də. Nə azadlıq istəyəcək ermənilər? Yoxsa DQMV-ni istəyirdilər? Əsasən bəli, Dağlıq Qarabağ. DQMV-ni istəyirdilər. Elə ona görə də nə zaman DQMV-də xüsusi idarə komitəsi yaratmışdılar? Xüsusi İdarə Komitəsi yaranmışdı. Deməli 1989-cu ilin yanvar-sentyabr aylarında. Yanvarın rəhbəri kim idi? Volinski. Rəhbəri Volinski idi. Cəmi 10 ay fəaliyyət göstərmişdi. Yaranmasında məqsəd nə idi? Hansı qərar vermişdi bu xüsusi idarə komitəsi? Əsasən bunlar deməli Azərbaycan vilayətinin iqtisadi, siyasi, mədəni əlaqələri kəsmişdilər DQMV ilə. Bir də ki, buradan yaşayan Azərbaycanlıların köçürülməsi siyasətini həyata keçirdilər. 89-cu yay ayında hansı bölgəmizdən tamamilə Azərbaycanlıları qovdular, çıxartdılar? Xankəndidə. Xankəndə. Elə buna görə hansı qanunu qəbul elədik? Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanunu qəbul olunmuşdur. Çox vacib bir qanun. Əsasən Respublika ərazisində Azərbaycan SSR-nin qanunlarının aliliyi təmin olunurdu və onların razılığı olmadan sərhəd dəyişdirilə bilməzdi. Elə ona görə nə zaman DQMV xüquqi ləğv elədilər? 1989-cu ilin noyabrında. Ermənilər nə zaman rəsmi olaraq bizə ərazi iddialarını elan edilər ki, rəsmən Qarabağ istəyirik? 89-cu ilin dekabrında. Dekabrında. Bəli. Nə zaman meydan hərəkatı başladı? 1988-ci ilin noyabrın 17-sində. İlk dəfə hansı şüarları səsləndirdik bu hərəkatda?
Əsasən burada deməli azadlıq ideyası, suverenlik, azadlıq şüarları səslənir. Hansı bayrağı dalğalandırırdı xalq? AXC-nin 3 rəngin bayrağını. AXC üç rəngli bayrağı nə zaman qəbul eləmişdi? 9 noyabrdan 1918-ci. Bəli. O zaman bizə Bağdagü Məmməd deyəcək. Bağdagü Məmməd, Azərbaycan Xalq Cəbhəsi nə zaman yaradılmışdı? 1989-cu ilin yayında. Rəhbəri kim idi? Konfransa kim seçildi rəhbər? Deməli, Əbülfəz Elsbey və ya Əbülfəz Əliyev. Əla. İlk öncə xalq onun arxasına düşərək gedir. Çünki o dövrdə bir vahid təşkilat yox idi. Amma deyirik ki, AXC Tizliyi var idi liderlərinin. Sonra təşkilatlar arasında belə deyək də qarşıdurmalar baş verirdi. Ona görə onun fəaliyyətinə mənfi təsir göstərmişdi. bəli. Nə zaman Gəncənin tarixi adı bərpa edildi? 1989-cu il dekabrın 30-da. Bəli. Bəs nə zaman artıq Cənubi Azərbaycanla Şimali Azərbaycan arasında canlı təmas yaradıldı? Sərhədlər söküldü Naxçıvandan başlayaraq. Deməli bu 1989-cu il dekabrın 31-də, sonradan bu belə həmrəylik günü kimi qeyd olunur da Azərbaycanlıların, dünya Azərbaycanlıların. Bəli. Deyirik ki, Gəncənin tarixi adı bərpa olundu. Bundan əvvəl nə deyirdilər ki Gəncəyə? Yelizavet. Axı Yelizavetpol 18-ci bərpa olmuşdu. Yox, Kirovabad. Bəli, Kirovabad. Kirovabad. Kirovabad idi. Deməli 1804-cü ildən Yelizavetpol idi. O bərpa oldu neçənci ildə Bağdagü müəllimə? AXC. AXC dövründədir də. Bəli, 18-ci ildə. 18-ci ildə. Daha sonra oldu Kirovabad. Kirovabad da bərpa oldu 89-cu il dekabr ayının 30-da. Bəli. Ermənilər nə zaman xanlar, yəni indiki Göygöl rayonuna silahlı basqın eləmişdilər? 1990-cı il yanvar ayının 15-də Xanlar rayonu Quşçu kəndinə səhvləməmsə silahlı basqın eləyirlər. Elə bu zaman AXC nə yaratdı basqınların qarşısını almaq üçün? Deməli, AXC 90-cı ilin yanvarında Milli Müdafiə Şurası yaradıb, bir də ki, özü müdafiə dəstələri yaratmışdılar. Əla. Naxçıvan nə zaman qərar verir ki, mən ümumiyyətcə SSR-in tərkibindən çıxıram? 90-cı ildir də, səhvləmsə yanvar ayında 19-unda. Bəli. Çünki ermənilər Naxçıvanda yürüş edir. Elə bundan sonra Naxçıvan deyir ki, mən Naxçıvan SSR-in tərkibindən tamamilə çıxıram. Bax, Səbahat müəllimə deyəcək bizə. Səbahat müəllimə, Milli Müdafiə Şurası özünün müdafiə dəstələri nə zaman yaradılmışdı? 90-cı il yanvar ayında. Bəs Milli Şura nə zaman yaradılmışdı? 91-ci il oktyabr ayında. Bəs Milli Şura nə zaman Milli Məclis adlandırılmışdı? O da 92-ci ildə. Mayı? Hə, 92-ci ilin mayında. Mayın 14-də Azim Təlibov çevriliş eləyir. Sonra onu təzədən ayın 15-də yıxırlar. Təzədən ondan sonra Milli Şura, Ali Sovetin Milli Şurası özünü Milli Məclis elan edir. 95-ci il parlament seçkilərinə qədər davam edir. Əla. İndi siz bizə görə 20 yanvar faciəsi neçənci ildə baş verdi? 90-cı il yanvarın 19-dan 20-sinə keçən gecə 131 şəhid, 744 dənə yaralı, 400 nəfər də həbs. Bəli. Bu ərəfədə, yəni bu 20 yanvar soyqırma ərəfəsində fövqəladə vəziyyət elan eləmişlər, amma bunu xalqa bildirmişdilər. Xeyr, bildirməmişlər. Hətta o məqsədlə də televiziyanın enerji blokunda partlatmışdılar ki, heç kim nədən xəbər olmasın. Çox təəssüf ki, nə zaman Heydər Əliyev Moskvaya gedir? Heydər Əliyev də Moskvada ertəsi gündə, 21-də gedib ona etirazını bildirmişdi. Bəli, etirazını bildirmişdi. Nə zaman Azərbaycan Xalq Cəbhəsi yaradıldı? 89-cu ilin iyun ayında Əbülfəz Elçibəy də cəbhənin sədri olmuşdu. Əla. Bir qarışıq hadisə baş verən kimi tez rəhbərlik dəyişir. Güya ki, rəhbərlik dəyişəndə vəziyyət düzələcək. Elə 20 yanvar hadisələrindən qutaran kimi yenə rəhbərlik dəyişdi. Kimi göndərdilər, kimi gətirdilər? Demək ki, Vəzirov getdi, Ayaz Mütəllibov gəldi. Ayaz Mütəllibov da demək Moskvanın qulu idi. Moskvanın qulu, bəli, təbii ki. Yanvar ayında olduğu Kommunist Partiyasının katibi nə zaman Azərbaycan SSR-nin ilk prezidenti oldu? İlk və son.
90-cı ilin may ayında da prezident oldu. O elə ki Azərbaycan SSR-nin ilk və son prezidenti oldu. Bəli, çünki artıq sonra müstəqilliyimizi bərpa eləyəcəyik. Əla. 91-ci ilin fevral ayının 5-də qərarlar qəbul edən Azərbaycan SSR hansı qərarlar idi? Demək, Azərbaycan Respublikası, Azərbaycan SSR-nin adından SSR götürüldü, oldu Azərbaycan Respublikası. Bir də Azərbaycan, üç rəngli bayraq Azərbaycanın bayrağı elan oldu da. Əla. Deməli, bayrağımız 91 fevral ayının 5-i, gerbimiz? Gerbimiz də 92-ci ilin mart idi. Yox, 92-ci ilin may ayı olan himnimizdir. Bəs gerbimiz? May 27-sində şey oldu. 93-ün yanvar ayında da Gerbimiz. Gerbimiz. Gerbimiz olmuşdu, bəli. O zaman bizə Günel Məmməd deyəcək. Günel Məmməd, bir də Kommunist Partiyasının katiblərini təkrar edək, katibləri bitirdik artıq. Neçənci ildə ilk dəfə katib vəzifəsi təsis olunmuşdu? Katib vəzifəsi ilk dəfə 1929-cu ildə təsis olundu. Azərbaycanda icrasına o vaxtacan deməli Rusiyanın emissarları tərəfindən 1933-cü iləcən katib vəzifəsi deməli icra olundu. 33-cü ildə Mirzəfər Bağırov gəldi, təyin olundu. Daha doğrusu 1953-cü iləcən Mirzəfər Bağırovun dövrü idi. 54-dən 59-cu ilədək demək İmam Mustafayevin dövrü, 59-dan 69-cu ilə qədər Vəli Axundovun dövrü, 69-dan 82-ci ilə qədər Heydər Əliyevin dövrü, 82-dən 88-əcən Kamran Bağırovun dövrü, 88-ci ildən 90-cı iləcən deməli Vəzirovun dövrü idi. 90-dan da Ayaz Mütəllibov məndən. Əla. 90-cı ilin yanvar ayında oldu Kommunist Partiyasının katibi. Bəs nə zaman ilk dəfə prezident seçilmişdi? Prezident vəzifəsi bizdə yaradıldı. Prezident vəzifəsi təsis olundu 1990-cı ilin may ayında. İlk prezident də oldu Ayaz Mütəllibov. Bəli. Deməli Azərbaycan SSR-nin ilk və son prezidenti nə zaman kim idi? Nə zaman nə idi? Ayaz Mütəllibov. Bəli. Biz nə zamandan Azərbaycan SSR demirik, artıq Azərbaycan Respublikası deyirik. Azərbaycan Respublikası deyirik 1991-ci ilin fevralın 5-dən. Əla. SSR süquta doğru gedirdi. Süqutun qarşısını almaq üçün yeni ittifaq müqaviləsi hazırlamışlar. Azərbaycan bu müqaviləni dəstəkləməmişdi. Azərbaycan əslində müqaviləni dəstəkləyirdi müəllimə. Müqaviləni dəstəkləyirdi və SSR-nin tərkibindən də çıxmağa bir qədər ürək eləmirdilər həmin dövrdə. Bir qədər gec çıxmağın səbəbi də o idi ki, hələ imperiyanın dağılmağına inanmırdılar, inam yox idi. Bəli. Nə zaman bir referendum keçirildi, Naxçıvan dedi ki, mən SSR-nin bərpası haqqında referendumda iştirak etmirəm. Bilmirəm, bəli. Nə zaman olmuşdu? 91-ci ilin mart ayında. Bəli, mart ayının 14-də ki, biz iştirak eləmirik. Elə bundan sonra hətta Heydər Əliyev nə zaman demişdi ki, biz referendumda iştirak eləmirik, Azərbaycan öz müstəqilliyini qoruya biləcək bir gücə malikdir. Martın neçəsində? Mart ayının 7-sində Heydər Əliyev bu referenduma qarşı çıxış eləmişdi. Əla. Nə zaman bir çevriliş oldu SSR-də? SSR-də çevriliş, həmin dövrdə deməli birinci ildə Qarbaçov ölkədə deyildi. Deməli 1991-ci ilin avqust ayındaydı. Bəli. Ondan istifadə edərək deməli onu vəzifəsindən azad elədilər. Nə yaratmışlar ölkədə? Dövlət, fövqəladə vəziyyət müəllimə. Fövqəladə vəziyyət. Həm də müəllimə, nə zaman dedi ki, üç rəngli bayrağımız qəbul edildi? Üç rəngli bayrağımız 91-in fevral ayının 5-də. Nə zaman prezident vəzifəsi təsis olundu? 90-cı ilin 91-in elə bil. Yox, 90-ın mayında. 90-cı ilin may ayında. Bəli. Ayaz Mütəllibov. Ayaz Mütəllibov olmuşdu. Nə zaman bir SSR-nin saxlanması haqqında referendum keçirildi? Referendum keçirilməsi, saxlanılması 91-in mart ayının 14-ü. 91-ci il mart ayının 14-ü. Bu referendumda kim dedi ki, biz referendumda iştirak... Naxçıvan. Bəli, Naxçıvan demişdi. Nə zaman Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edildi? Bəyannamə qəbul edilməsi 91-in avqust ayının 30-u, 31-i deyəsən 30-u. 30-udur deyəsən, bəli, deyəsən 30-udur. Avqust ayının 30-da bəyannamə qəbul edildi. Bu bəyannamədə, bu sessiyada həm də hansı partiyanın taleyi müzakirə olunurdu? Kommunist Partiyasının. Nə zaman yaranmışdı Kommunist Partiyası?
Partiyasının yaranması. Eyni ildə həm də Azərbaycan SSR yaradılmışdı. Eyni ildə həm də AXC süqut eləmişdi. AXC-nin süqutu. Bəli, AXC-nin süqutu. 18-də yarandı, 20-də süqut elədi. Deməli 1920-ci ildə Kommunist Partiyası yarandı. Nə zaman süqut elədi Kommunist Partiyası? Ee, 91'in oktyabr ayında olmalı. Yox, sentyabr ayının Sentyabrın 23'ü. 14-ündə. 91-ci il sentyabr ayının 14-ündə. Nə zaman Milli Şura yaradıldı? 92'de olmalı bence. 91-ci ilin oktyabr ayında yaradılmışdı. 91-in oktyabr ayında. Sevda müəllimə, Azərbaycan SSR adından Sovet Sosialist söz nə zaman çıxarıldı? 1995-də. Fevral ayının 5-də. Eyni ildə həm də nə qəbul edildi? Üç rəngli bayraq qəbul edildi. 3 rəngli bayrağımız qəbul edilmişdi. Nə zaman Azərbaycanın dövlət müstəqilliyin bərpası haqqında bəyannamə qəbul edildi? 91-ci il Bəli. Bu bəyannamədə həm də hansı partiyanın taleyi müzakirə olunurdu? Kommunist Partiyasının taleyi müzakirə olundu. Nə zaman Kommunist Partiyasını ləğv elədilər? 91-ci il. Sentyabrın Sentyabrın 14-ündə. 14-ündə. Nə zaman yaranmışdı Kommunist Partiyası? 1920-ci il. 20-ci ilin fevral ayında yarandı. 91-in sentyabr ayında da 14-ündə də ləğv olunmuşdu. Nə zaman Ayaz Mütəllibov birinci dəfə prezident seçilmişdi? 1991-ci il, bəli, 90-cı ilin may ayında prezident vəzifəsi təsis olundu və Ayaz Mütəllibov prezident seçildi. Yenidən bir də neçəncədə prezident elan olunmuşdu? 91-ci il. Sentyabr ayının 8-də. Səsiniz qırıq-qırıq gəldi. Sentyabr ayının 8-də. Nə zaman Milli Şura yaradıldı? Milli Şura yaradıldı 1991-ci ilin oktyabr ayında. Kimlərlə razılaşma əldə eləmişdi Milli Şuranın yaradılması haqqında? Nümayəndələri ilə AXC liderləri. Bəli, deməli həm iqtidar var idi, həm də AXC var idi. Axır ki, nə zaman Azərbaycanın müstəqilliyi haqqında konstitusiya aktı qəbul edildi? 1991-ci il 18 oktyabr. Elə biz bu gün də 18 oktyabrı nə günü kimi qeyd edirik? Bərpası günü kimi qeyd edirik. Bəli, müstəqillik günü kimi qeyd edirik. Azərbaycan Respublikasının yaranması ilə bizdə başlayır neçənci respublika dövrü? Artıq 3-cü respublika. Birinci hansı respublika idi? Azərbaycan Xalq Cümhuriyyəti idi. İkinci respublika? İkinci Hə, deyin də düzdür. SSR dövründə olan Bəli. 91-ci ildə 3-cü respublika. Bəli. İkincisi Azərbaycan SSR, üçüncüsü bu müasir respublikamız idi. Elə bu Azərbaycan Respublikası hansı respublikanın hüquqi varisi idi? Azərbaycan Xalq Cümhuriyyəti. Bəli. Sevda müəllimə, siz zəhmət olmasa çıxın təzədən daxil olun. Səsiniz çox exo və həm də xırıldayır. Bağdaki müəllimə bir şey deyəcək. Bağdaki müəllimə, Azərbaycan necə bir respublikadır? Azərbaycan Bəli. Müstəqil, Bəli. unitar, dünyavi dövlətdir. Əla. Siyasi hakimiyyət kimə məxsusdur? Siyasi hakimiyyət prezidentə məxsusdur. Siyasi hakimiyyətin mənbəyi kimdir? Xalqa. Xalqa. Xalq, Bəs xalq. təbii ehtiyatlar kimə məxsusdur? Dövlətə. Bəli, respublikamıza məxsusdur. Qanunu kənara qoymaqla məcburi əmək olardı bizdə, məcburi əmək. Xeyr. Xeyr, olmaz. Artıq Qanunla müəyyənləşdirilmiş hallardan başqa məcbur əmək qadağandır bəli, bizdə. məcburi əmək qadağandır. Qarbaçov nə idi? Mütəllibov neçənci ildə yenidən prezident seçildi? 91-in sentyabr ayının 8-də. Kommunist Partiyası nə zaman ləğv oldu? 1991-ci ilin sentyabr ayının 14-də. Milli Şuranın yaradılması? Şuranın yaradılması 91-in oktyabrın əvvəli olmalıdır. Bəli. Milli Şura yaradıldı 91-in oktyabrında. Milli Şura nə zaman Milli Məclis adlandırıldı? Milli Şura Milli Məclis 92-nin may ayının 18-də. 18-də. Mayın 18-də. Bunlar biz qatılmaq lazımdır. Bir var Milli Şura, bir də var Milli Müdafiə Şurası. Bayaq dedik, Milli Müdafiə Şurası nə zaman yaradılmışdı? Milli Müdafiə o AXC-nin
O 90-cı ilin yanvarında. Əla. 90-cı ilin yanvar ayında. O Milli Müdafiə Şurası, bu Milli Şuradır. Azərbaycan SSR-nin ilk və son prezidenti kim idi? İlk prezidenti Ayaz Mütəllibovdur. Elə sonda Ayaz Mütəllibov idi. İlk Bir və də son Ayaz Mütəllibov idi. SSR-i hə. Bəli. Müstəqilliyimizi bərpa elədik 18 oktyabrda. Amma referendumla təsdiq etmirdik. Niyə referendumla təsdiq etmirdik hələ ki? O səhv eləmirəmsə dekabr ayında olur da, bu təsdiq olunması. Niyə dekabr ayına qədər gözlədik ki? Çünki SSR-in dağılmasına SSR-in dağılması vacib idi də. bəli. İnanmırdılar ki, SSR dağılar. Ona görə gözlədilər. SSR nə zaman dağıldı? 91-in dekabrın 25-də Qarbaçov istefa verir və SSR hüquqi cəhətdən öz dövrü başa vurmuş sayılır. Bəs nə zaman varlığına son qoymuş? Dekabr ayının neçəsində? 25-i? 8-i. Yox, 8-də çıxır, orada səhv eləmirəmsə Belarusun Brest şəhərində Rusiya ilə Ukrayna və Belarusiya müstəqil dövlətlər birliyini yaradırlar. Ondan sonra SSR-in varlığına son qoyulur. Əla. MDB yarandı 91 dekabr ayının 8-də. Bəs biz nə zaman MDB-yə qoşulduq? MDB-yə deməli qoşulmamız 93-cü ilin sentyabrında olubdur. Sentyabr xüsusi vurğulayırıq, yəni Heydər Əliyevin prezidentlik dövrünə düşmür. Səbahat müəllimə, addım-addım müstəqilliyə doğru gedək sizlə bir dəfə. Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanunu. 1989-cu il 23 avqust. Sentyabr 1989 sentyabr ayının 20. Bəli. Bəs Azərbaycan Respublikası müstəqilliyi bərpa etmək haqqında bəyannamə. Müstəqilliyin bərpa etmək haqqında bəyannamə olubdur 1991-ci il 30 bəyannamə. 30 avqust. 30 avqust. Bir də var müstəqilliyimiz haqqında konstitusiya aktı. Yəni müstəqilliyin bərpa olması haqqında konstitusiya aktı. 1991-ci 18 oktyabr. Biz bir də bunu referendumla təsdiq etdik. Yekdilliklə hamımız müstəqilliyə səs verdik. 91-ci il dekabr ayının 29-unda. Artıq tam bir müstəqil respublikaya. Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq hansı xarici dövlət tanımışdı? Noyabrın 9-unda Türkiyə Cümhuriyyəti. 91-in sonunda isə sonuna qədər də Rumıniya, İsveçrə, İran, bir də Pakistan. Pakistan. Azadlığı müdafiə haqqında 907-ci düzəliş. Səbahat müəllimə, nə düzəliş idi bu düzəliş? Bu demək Amerikada o erməni lobbisinin təsiri altında Amerikada azadlığın müdafiə haqqını 907-ci il düzəlişinə əsasən ABŞ elə ki, güya ki biz Ermənistanı iqtisadi blokadada saxlayırdıq. Ona görə onlar bizə arjaq tutmuşdu da. Dövlət səviyyəsində hər cür humanitar yardımdan imtina olunmuş. Yəni onsuz da hərbi yardım onsuz da eləmirdilər. Hətta deyir, humanitar yardım belə edilməsi qadağan edilmişdi. SSR nə zaman yaranmışdı? SSR 2-ci ilin dekabrın 30-da. Nə zaman dağıldı? Dağıldı. Demək 91-ci il dekabr ayının belə form əslində yenə elə dağıldı dekabrın 8-də, amma Qarbaçovun istefa verməsi də dekabrın 25-də olmuşdu. Dekabr ayının 25-də olmuşdu. Bayrağımızı qəbul etdik. Üç rəngli bayrağımızı nə zaman qəbul elədik? Üç rəngli 91-ci fevralın 5-də, sonra himnimiz qəbul olundu 92-ci il. Mayın 27-sində gerbimiz qəbul olundu 93-cü ilin yanvar ayında. Günel müəllimə dedi ki, Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanunu nə zaman qəbul edildi? Konstitusiya qanunu. Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanunu 1989-cu ilin sentyabr ayında. Bəli. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə. Dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə 1991-ci ilin oktyabr ayında. Yox, bəyannamə. Bərpa edilməsi haqqında avqust ayında. 91, 30 avqustda. Bəs nə zaman? Avqust ayında bərpası haqqında konstitusiya aktı oktyabrın 18-də. Bəli. 91-ci il bu 30 avqustda həm də hansı partiyanı müzakirə edək ki, partiyanın taleyi necə olsun?
AXC-nin. Yox, AXC yox, AXC çıx çölə. Diqqətini dağılacaq, diqqətini dağılacaq. Mənmə, Azərbaycan Kommunist Partiyası. Azərbaycan Kommunist Partiyasının tarihi necə olacaq, onu müzakirə və Azərbaycan Kommunist Partiyasının deməli sonuncu iclası keçirildi. Nə zaman? Dekabr ayındaydı. Mən 91-in dekabrı idi, eləmi? Yox, 91-in sentyabrın 14-də Kommunist Partiyası tamamilə sonuncu iclas keçirildi və buraxıldığını elan etdi. Əla. Nə zaman Mütəllibov ikinci dəfə prezident elan olundu yenidən? Ayaz Mütəllibov ikinci dəfə prezident elə 91-ci ildə mənim. Sentyabr ayının sentyabrın 8-də. Demək 8-də prezident, 14-də Kommunist Partiyasının ləğv olması. Nə zaman MDB yarandı? Müstəqil Dövlətlər Birliyi. Bəli. Deməli 1991-ci ilin dekabrın 8-də MDB yarandı. Belarusiyanın Brest şəhəri yaxınlığında. Deməli Rusiya, Ukrayna və Belarusiya rəhbərləri Müstəqil Dövlətlər Birliyini yaratdılar və bununla da SSR-nin varlığına son qoyuldu. Nə zaman Qorbacov istefa verdi? Qorbacov 1991-ci il dekabrın 25-i. Nə zaman müstəqilimizi referendumla təsdiq elədik? Referendum keçirildi 1991-ci ilin dekabrında. Dekabrın 29-unda. 29-da. Bəs noyabr ayının 9-da bizim müstəqilimizi ilk olaraq kim tanımışdı? Noyabr ilk müstəqilimizi tanıyan respublika olubdu Türkiyə Respublikası. Onun ardınca Rumıniya tanıyıb, Pakistan tanıyıb, İsveçrə və İran. Əla. Neçənci ildə ABŞ bizə hər türlü, hətta humanitar yardım belə eləməyə qadağan elədi? 92-ci ildə. 92-ci oktyabr ayında. Həmidə müəllimə, nə zaman İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulduq? İqtisadi Əməkdaşlıq Təşkilatına. 91-dədir. Yox, İqtisadi Əməkdaşlıq Təşkilatına. Eyni ildə həm də nə baş verdik? Himnimizi qəbul eləmişik. Qərb nə idi? 92-nin mayının 27-sidir deyəsən. O himnimizdir. Yaş, bəs qerbimiz nə zamandır qerbimiz? Yanvar ayının 3-ü. 1993. 93 yanvar ayı. Bəs dövlət bayrağımız? 91-in fevral ayının 5-i. Bayrağımız qəbul olanda prezident kimi daxil Azərbaycan SSR-nin prezidenti? Ayaz Mütəllibov. Ayaz Mütəllibov. Nə zaman Azərbaycan SSR-nin müstəqilliyi, SSR nədir? Azərbaycanın müstəqilliyi haqqında konstitusiya aktı qəbul edildi. 91-dədir. Ayın tarixi əzbər lazımdır. 91-in dekabr ayının 29-u. Yox, o referendumdur. 91-18 18 noyabr. Oktyabr. Müstəqillik günümüz 18 oktyabr. Bəs nə zaman müstəqillik bərpa etmək haqqında bəyannamə qəbul edildi? Famil tarixini oxu otağında. Famil! 91-in sentyabr ayında. 30 avqustunda. 91-in sentyabr ayının 14-də hansı partiya buraxıldı? Kommunist Partiyası da. Bəli. 97-ci ildə hansı təşkilata qoşuldu 97-ci ildə? Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova. Hansı? Gürcüstan, Ukrayna, Moldova, bir də Yəni GÜAM-a qoşulduq. Bəs nə zaman ATƏM-ə qoşulduq ATƏM-ə? 92-nin iyununda. 92-ci ilin iyulunda. Bəs nə zaman TDŞ-ə qoşulduq TDŞ? 93-də. TDŞ, Türk Dili Dövlətlər Əməkdaşlıq Şurası. (2012) 2012-ci ildə. İslam Konfransı Təşkilatına nə zaman qoşulduq? İslam Konfransı Təşkilatı. 91-in dekabrında. 91-ci dekabrında. Bəs bloklara qoşulmama hərəkatına nə zaman qoşulduq? 2011-də. 11-ci ildə. Sevda müəllimə, dedi ki, 91-ci noyabr ayının 9-da müstəqilimizi ilk olaraq hansı ölkə tanıdı? Türkiyə. Bəs ardınca hansı dövlət adamını tanımışdı 91-in sonunda? 91-in sonunda Rumıniya, Pakistan, İsveçrə, İran tanımışdı. 92-ci ildə hansı təşkilatlara qoşulmuş 92-ci ildə? 92-ci ildə ATƏM-ə qoşulduq. Sonra 92-ci ildə İslam Əməkdaşlıq Təşkilatına qoşulmuşduq. Bir də 92-ci ilin martında Birləşmiş Millətlər Təşkilatına qoşulmuşduq. Bəli. İslam Əməkdaşlıq İqtisadi Əməkdaşlıq Təşkilatı. Bəs İslam Konfransı Təşkilatı nə zaman qoşuldu? İslam Konfransı 91-in dekabrı. Bəs 97-ci ildə nəyə qoşulduq? GÜAM-a qoşulduq. Bəs
Böyük İpək yolu nə zaman qoşulmuş təşkilatına? 98-ci ildə. Avropa Şurası, 2001-ci il. Qoşulmama Hərəkatı, 2011-ci ildən. TDƏŞ, 2012-ci il. 2012-ci il. Əla. İndi baxaq yenidən Mütəllibova qaydaq. Mütəllibov dedi ki, ilk dəfə neçənci ildə prezident seçildi? Ayaz Mütəllibov 90-cı ildə. 90-cı ilin may ayında. Daha sonra nə zaman Xocalı faciəsi baş verdi? 92-ci il fevralın 25-dən 26-sına keçən gecə. Elə bundan sonra ölkədə vəziyyət gərginləşir. Xalq tələb edir ki, kim istefaya getsin? Mütəllibov istefaya getsin. Əla. Nə zaman istefa verir birinci dəfə? Deməli, 1992-ci il martın 5-də fövqəladə sessiyada iclas keçirilir və onun istefası qəbul olunur və parlamentin sədri isə Yaqub Məmmədov prezident səlahiyyətlərini icra etməyə başlayır müvəqqəti. Elə Yaqub Məmmədovun dövründə hansı şəhərimiz işğal olunur deyə hökumət böhranı baş verir? May 8-də. May 8-i Şuşa. Şuşa işğalından sonra yeni hökumət böhranı baş verir. Elə bundan istifadə edən adı nədir? Ayaz Mütəllibov may ayının 14-də yenidən 2 qərar qəbul edir. Hansı qərar qəbul eləmişdi? Fövqəladə vəziyyət tətbiq etmək haqqında fərman verir, bir də siyasi azadlıqları məhdudlaşdırmaq haqqında fərman verir. Amma nə zaman bunu artıq xalq ayağa qalxır, mitinqə başlayır bax bu qərarlara görə? Mayın 15-də artıq xalq mitinqə başlayır. Mitinqə başlıq edəndə kimlər idi? Kimlər rəhbər idi? Əsas 2 rəhbərimiz var idi. O zaman AXC-nin qərargahında Heydər Əliyevlə Əbülfəz Elçibəy idi. Bəli. Ardınca hansı şəhərimiz işğal olundan sonra böhran yeni bir mərhələyə qədəm qoyur? Laçın işğal olunur, deməli, ondan sonra isə yeni mərhələyə qədəm qoyur. Elə bundan sonra may ayının 18-də yenə sessiya çağırılır və qərar verilir ki, qərarların qanuni olmadığı elan olunur burada. Bir də ki, Milli Şura, Milli Məclis adlandırılmağa başlayır. hansı qərarların qanuni olmadığı elan edilir? Kimin qəbul etdiyi qərarlar deyirlər ki, qanuni qərar deyil. Ayaz Mütəllimovun. Bəli, hansı ki mayın 14-dəki 2 qərar vermişdi, yəni azadlıqlar məhdudlaşdırılsın, fövqəladə vəziyyət. Bu deyilir ki, bu qərarlar qeyri-qanunidir. Milli Şura adlandırıldı, Milli Məclis. Bəs Milli Şura özü nə zaman yaradılmışdı? Milli Şura yaranmışdı. Bəli. 18-ci il. 91 oktyabr ayında. 91 oktyabr ayında Milli Şura yarandı. 92-ci il may ayının 18-də Milli Şura adlandı. Bəli. Milli Məclis adlandırıldı. Bəli. Bəs Ali Sovetin sədri kim oldu? Prezident səlahiyyətlərini yerinə yetirən şəxs kim oldu? Artı İsa Qəmbər olmuşdu. Bəli. Bununla da AXC-nin rəhbərə gəlməsi, hakimiyyətə gəlməsi qanuniləşdirildi, yəni legitimləşdirildi. Nə zaman Elçibəy prezident seçildi? 92-ci il iyunun 7-sində. 92-ci il iyun ayında. Bağdagül Məmməd dedi ki, nə zaman Xocalı faciəsi baş verdi? 92-ci ilin fevralın 25-i Mansa keçən gecə. Elə bundan sonra nə zaman xalq tələb edir deyə Elçibəy nədir? Mütəllibovu göndərirlər. 92-ci ilin fövqəladə, elə ki, Ali Sovet keçirilən fövqəladə sessiyasında 92 ilin martın 5-də və 6-sında orada qərar qəbul edir ki, Mütəllibov istefası qəbul olunsun. Onun da yerinə parlament sədri Yaqub Məmmədov səlahiyyətləri müvəqqəti idarə edirdi. Bəli. Niyə Heydər Əliyev prezident seçmirdilər ki, elə ancaq bunlar gəlirdi? Onu səhv eləmirəmsə Ayaz Mütəllibov imkan vermirdi. Həm də yaş məsələsini irəli sürürdülər. Bəli. Konstitusiyada yaş çənizi var idi deyə Heydər Əliyev prezident ola bilmirdi. Mart ayında istefa verən bu Ayaz Mütəllibov hansı hadisədən istifadə edib yenidən hakimiyyətə gəldi, yenidən prezident oldu? O 1992-ci ilin mayın 8-də Şuşa işğal olunur. Burada hakimiyyət böhranı baş verir və bundan istifadə edən Mütəllibov 92-ci ilin mayın 14-də təzələnən səlahiyyətlərini davam elətdirir də, yəni bir də gəlir. Bir də gəlir hakimiyyətə, yenə deyir ki, 2 dənə qərar deyir. Nə deyir? Deməli, fövqəladə vəziyyət tətbiq etmək haqqında fərman vermişdi. Bir də siyasi azadlıqların məhdudlaşma haqqında fərman verir. Elə buna görə nə zaman çıxışlar başladı, xalq hərəkətləri başladı? 92-nin mayın 15-də. May ayının 15-də. Nə zaman dedilər ki, bu Mütəllibovun dediyi qərarlar hamısı qanunsuzdur? Dəlevli Elçibəy bəyanat verir. Deyirlər ki, onun verdiyi qərar hamısı qanunsuz, yəni tanımırlar. Bəli. Və 92-ci il may ayının 18-də prezident vəzifəsini kim yerinə yetirirdi? Deməli, səhv eləmirəmsə mayın 18-də Laçın işğal olunur.
Bəli. Ondan sonra yenə böhran baş verir. Sonra İsa Qəmbər, AXC-nin üzvü olan İsa Qəmbər Ali Sovetin sədri seçilir və prezident səlahiyyətini müvəqqəti idarə edirdi. Bəli. Və nə Bundan zaman AXC-nin hakimiyyəti qanuniləşir. qanuniləşdirmişdi? Bəs nə zaman Elçi bəy oldu prezident? 92-ci il iyun ayının 7-sində o gəlir prezident oldu. Elçi bəyin prezidentliyi dövründə nələr baş vermişdi? Deməli, birinci növbədə dövlət quruculuğu sahəsi, yəni burada addımlar atılmışdı. Sonra ordudur, vahid komandanlığın yaradılması haqqında tədbirlər görməyə başlayırlar. Bir də vahid pul, yəni manat dövrəyə buraxılmışdı. Bəli, bir test imtahanı, səhv eləmirəmsə, imtahanlar test imtahanı ilə, yəni tətbiq olunmağa başlanmışdı. Texnikanın yaranması. O zaman Səbahat Məmmədəcə. Səbahat Məmməd, Ali Sovet deyirik. Ali Sovet neçənci ildən qanunverici orqanı idi? Ali Sovet 37-ci il konstitusiyası ilə. Bəli. Bəs 37-yə qədər qanunverici orqan nə idi? 37-ci ilə qədər demək müvəqqəti yox, Mərkəzi İcra Komitəsi. Bəli. Bəs mərkəzdən qabaq qanunverici orqanımız nə idi? Müvəqqəti İcra Komitəsi. Müvəqqəti İnqilab Komitəsi. Deməli 20-ci ildən 21 mayına qədər Müvəqqəti İnqilab Komitəsi, 21-dən 37-ci ilə qədər Mərkəzi Cariyə Komitəsi, 37-ci ildə bu dövrə qədər Ali Sovet idi. Nə zaman AXC-nin hakimiyyətə gəlişi legitimləşdirildi? Demək, mayın 18-də keçirilən iclasda. Onda İsa Qəmbər parlamentin sədri olur, Milli Şuranın sədri olur, Milli Məclisinə qarışdırdı. Milli Məclisin sədri olur. Bəli. Milli Məclis sədri olur, onun sədri olur. Bəli. Deməli Milli Şura nə zaman yaradıldı? Milli Şura yaranmışdı 91-ci ilin oktyabr ayında, oktyabr əvvəllərində. Milli Şura 91 oktyabr yarandı. Nə zaman Milli Məclis adlandırıldı? 92-ci ilin may ayının 18-də. Ayaz Mütəllibov birinci dəfə nə zaman prezident olmuşdu Mütəllibov? 90-cı ilin may ayında. Nə zaman istifa verdi? Birinci dəfə istifa verdi. Mart ayının 4-ü 5-i. Bəli, 5-6-sında. Nə zaman yenidən gəldi hakimiyyətə Şuşanın işğalından istifadə edərək? 92-ci ilin may ayının 14-ündə. 14-ündə. Nə zaman Laçın işğal olunur deyə yeni hakimiyyət böhranı baş verir? 92-ci ilin mayın 18-də. Əla. Kimin dövründə artıq tələbələr test imtahanından keçirdi imtahana? TQDK yaranmışdı. Kimin dövründə vahid komandanlıq? Elə Əvfəz Elçibəyin dövründə də vahid komandanlıq orqanın yaradılması haqqında tədbirlər, hətta əks hücumada keçirik, Azadiyyə qədər alırıq, amma Rusiyanın ölkədə qarşıdurma aparması və Elçibəydə, yəni ölkədə vətəndaş müharibəsi qardaş qırğınının qarşısını almaq üçün çıxır gedir. Buna görə hakimiyyətdən özü könüllü olaraq əl çəkir. Bəli, qardaş qırğınının qarşısını almaq üçün özü şəxsən hakimiyyətdən getmişdi. 2011-ci ildə hansı təşkilata qoşulduq? Qoşulmama təşkilata 1961-də yaranıbdı. Yugoslaviya, sonra Yunanistan, Misir, Hindistan idi, Yunanistan. Əla. İndi siz bildiyin görə nə zaman İslam Konfrans təşkilatına qoşulduq? 91-də. 91-in hansı ayında? 91-ci ilin sonundaydı da. Bəli, sonundaydı. Bəs Güyama nə zaman qoşulduq? Güyam 97-ci il. Bəs TDŞ? TDŞ-də ən sonuncu 2012. 2012-ci. Bəs 93-cü ildə? 93-də Heydər Əliyev hələ prezident olmamışdan qabaq 93-cü ilin sentyabrında. Nəyə qoşulduq? MDB-yə? MDB-ni demirdiniz? MDB. Elə bilin demədiniz. Bir MDB, bir də Türksoya qoşmuşduq. Bəs 92-ci ilin mart ayında nəyə qoşulduq? 92-nin martında. 92-nin martında BMT-yə. Bəs iyulunda? ATM-ə. Hələ onda ATM idi, sonra ATM. Bəli, sonra ATT olacaq. Əla. Bəli. 75-də yaranmışdı da. Bəli, Helsinki konfransında. O zaman bizə Güney Məmməd deyəcək. Güney Məmməd, siz bizə deyin görə dedik ki, 92-ci ilin mart ayında kim istifa vermişdi? 92-ci ilin mart ayının 5-i 6-sında Ayaz Mütəllibov istifa verdi. Hakimiyyətdən getdi. Nə zaman yenidən gəldi hakimiyyətə?
Şuşa işğal olundu. Mayın 8-i böhran yarandı. Böhrandan istifadə edərək 1992-ci ilin martın 14-də yenidən hakimiyyətə qayıtdı. Bəli. Nə zaman Milli Şura Milli Məclis adlandırıldı? Milli Şura Milli Məclis 1992-ci ilin mayın 18-də. Nə zaman Milli Şura yaradılmışdı? Milli Şura yaradılmışdı 1991-ci ilin oktyabrında. Bəs Milli Müdafiə Şurası özünü müdafiə Milli Müdafiə Şurası 1990-cı ildə. hansı ayında? O müəllimə avqustuydu. Yanvar ayında. 90-cı ilin yanvar ayında. Hansı rayonun işğalı ilə hökumət böhranı yeni bir mərhələyə qədəm qoymuşdu? Şuşaydı da məncə. Yox. Onda böhran geniş amma yeni bir mərhələyə qədəm qoyması hansı rayon işğalı idi? Laçın. Neçənci ildə işğal olmuşdu Laçın? 92 mayın 18-də. May ayının 18-də. Əla. Bu Ayaz Mütəllibov 92-ci ilin may ayının 14-də hakimiyyət ələ keçirdikdən sonra hansı qərarlar vermişdi, hansı tədbirləri həyata keçirmişdi? Fövqəladə vəziyyətin elan olunması, bir də ki, siyasi azadlıqların məhdudlaşdırılması haqqında fərman. Bəli. Amma nə zaman bu qərarların qanunsuz olduğu elan edildi? Deməli, mənə miting keçirildi may ayının 15-də. Mitingdə deməli verilən qərara görə AXC-nin rəhbərliyinin verdiyi bəyanata görə deməli Mütəllibovun hakimiyyəti tanınmadı və onun verdiyi qərarlar da deməli qanundan kənar edildi. Yəni 92-ci ilin may ayının 18-də. Əla, 92 mayın 18-də.